Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə həyata keçirilən sosial tərəfdaş loyallıq proqramı ölkə üzrə təqaüdçülər, şəhid ailələri, müharibə iştirakçıları və əlilliyi olan şəxslər üçün sosial rifahın yaxşılaşdırılması məqsədi ilə xüsusi endirim imkanları yaradır. Proqram çərçivəsində minlərlə vətəndaş supermarketlər, apteklər, klinikalar və digər xidmət sahələrindən alış-veriş zamanı güzəştlərdən faydalana bilir. Endirimlər gündəlik xərclərin azaldılması və sosial dəstəyin artırılması istiqamətində əhəmiyyətli addımdır. Mövzu ilə bağlı Today Press-ə danışan sosioloq Üzeyir Şəfiyev bu layihənin əhəmiyyətini vurğulayır. Sosial tərəfdaşlıq layihəsi uğurlu bir layihədir və qurumlar fərqli profillər üzrə sosial tərəfdaşlıq layihəsini realizə edə bilər. Çünki onları birləşdirən korporativ sosial məsuliyyətdir. Bilirsiniz, cəmiyyət birlikdədir. Cəmiyyət sosial bir varlıqdır və insanlar cəmiyyət daxilində müxtəlif qurumlar arasında, institutlar arasında korporativ sosial məsuliyyətdən irəli gələrək sosial tərəfdaşlıq layihələri icra olunur. Bunun üçün də sosial tərəfdaşların etibarlılıq, validlik əmsalı, bir-birinə güvənməsi və iş keyfiyyəti nümayiş etdirməsi və abilitasiya imkanları, töhfə vermə bacarıqları güclü olmalıdır. Hesab edirəm ki, bundan qazanan həm sosial tərəfdaşların özüdür, həm də cəmiyyət qazanır, cəmiyyət faydalanır. Çünki nəticədə sosial rifaha, sosial inkişafa xidmət edir və bunun əsas da məqsədi elə sosial dövlət quruculuğu prosesində, sosial rifah dövləti quruculuğu prosesində cəmiyyətin faydalanmasıdır, cəmiyyətin bundan istifadə etməsidir. Bəs əhalinin sosial qrupunu təşkil edən vətəndaşlar bu proqramın mövcudluğundan xəbərdardırlarmı? Sosioloq bildirir ki, əhalinin mövzu ilə bağlı maarifləndirilməsi mütləqdir. Orta statistik insan ola bilər ki, sosial tərəfdaşlıq layihələrindən məlumatsızdır. Bunun da səbəbi odur ki, demək ki, bunun PR-ı düzgün təşkil olunmur. Bununla bağlı maarifləndirmə, məlumatlandırma, təşviqat daha yüksək səviyyədə olmalıdır ki, bütün insanlar üçün əlçatarlıq olsa. Çünki dayanıqlı inkişaf məqsədlərində də əsas şüar nədir? Heç kəsi kənarda qoymamaq. Ona görə də informasiya, məlumat, hansı ki, bu sosial tərəfdaşlıqla bağlı məlumat bütün insanlara, bütün auditoriyaya çatdırılmalıdır. Sosial media vasitəsilə, kütləvi informasiya vasitəsilə, qəzetlər, televiziyalar vasitəsilə çatdırılmalıdır. Hətta bununla bağlı yaxşı olardı ki, sosial çarxlar təşkil olunsa və bu sosial çarxlar vasitəsilə ən çox auditoriyası olan media qurumları vasitəsilə cəmiyyətə çatdırılsın. Maraqlıdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu mövzuda maarifləndirmə aparırmı? Əhalinin aidiyyatı qrupu informasiyalardan necə xəbərdar edilir? Vətəndaşlar artıq e-sosial telefonlarına yükləyib qeydiyyatdan keçməklə tətbiqdə göstərilən sosial tərəfdaş barkodunu əldə edir. Həmin barkod vasitəsilə tərəfdaş olan xidmət sahələrində böyük supermarketlər, aptek, klinika və mağazalarda alış-veriş etdikdən sonra kassaya ödəniş zamanı təqdim etdikləri barkod vasitəsilə endirimlərdən yararlana bilərlər. Artıq barkod endirimləri mərhələli şəkildə genişlənir. Endirim faizləri və tərəfdaş müəssisələrin siyahısı mütəmadi olaraq sosial tərəfdaş.az saytında yenilənir. Vətəndaşlar sayta daxil olub bu məlumatlarla tanış ola bilərlər. Hazırda endirimlər Bazar Store, Almarketlər, Farmastor, Buta, Aloe, Dokta aptekləri şəbəkəsində tətbiq olunur. Yaxın zamanda layihəyə digər market, aptek və klinikalarında qoşulması planlaşdırılır. Qeyd edək ki, ötən müddət ərzində 1.778.549 əməliyyat həyata keçirilib. Vətəndaşlar alış-veriş və xidmətlərdən istifadə zamanı təklif olunan endirimlərdən faydalanırlar. Endirimlərdən yararlanmaq üçün vətəndaşların e-sosial mobil tətbiqini yükləyərək qeydiyyatdan keçməsi və kassada sosial tərəfdaş barkodunu təqdim etməsi kifayətdir.